Deməli, Maltada gəlmişik mağazinə. Baxıram burada qiymətlərə. Məsəl üçün, bax bu. 6 dənə şaftalı 3,85 euro. Haradasa 7 manat nə qədər. Bananlardır. Üzüm 5,22 euro. Qoz 7,37 euro. Və belə bir qozdur. Şokoladdır. Yəni nəsə qəribə bir şeydir. Sonra nə göstərim sizə. Məsəl üçün pomidorlar 2,35 euro. Bu pomidor nədir? Rəngi ruhu qaçmış pomidordur. 10,2 euro. Yoğurtlara baxaq görək. Məsələn, bu yoğurtlar 3,45 euro. Bunlar normal 1,68 bizdə də təxmin. Yoğurt deyil, bu nədir? Kefirdir bu kefir. Bunlar nədir? Ətlər. Məsələn, şokoladlar 15 euro. Böyük tip tərəfi var. Sizə görə burada nələr var? Məsəl üçün yeməklərdir bunlar. Deyək ki, yeməklər falan var. Qiymətin bilmirəm deyə müqayisə edə bilmirəm. Nə var burada başqa? Chipslərə baxaq görək, chipslər neçədir? Chipsi 1,75 euro. Haradasa 3 manat neçə qəpik. Pis deyil məncə. 89 euro. Haradasa 1 manat neçə qəpik. Sonra məsələn Doritos 1,37 euro. Sular. Baxaq görək burada nə su var. 1,39 Qol. Məncə elə normal qiymətdir. 0,49 euro. Soplara baxaq görək burada nədir çeyrəklərdə. Məsələn bu nədir? Soyuq çaydır nədir? Yox, meyvə. Ice falan kimi bir şeydir də. 72 euro normaldır bizə də elə qiymət. Təxmin aşağı yuxarı. Sular 0,79 1 manat. Haradasa neçə qəpik. Sonra şirniyyatlar 0,99 euro. 1 manat 60 qəpik. Tuk. Bax tuklar 2 euro. 2,6 euro. Bu biraz baha oldu. Fantalar 1,99 2 litrlik 1,99 euro. Kola 1,99. Sonra ne var burada? Çiçekler baktım bayağı. Biber. 2 tane biber 2,56 euro. Qiymətlər bəziləri bahadır, bəziləri ucuzdur. Yəni konkret tutmaq olmur ki, ucuzluqdurmu, bahalıqdırmı? Məsələn, belə bir sular var. Təbii sular 6 euro. 6 euro 12 manat edir. Məsələn, 0,79 euroya ayrı sudur. Şokoladlara baxaq görək, şokoladlar nə? Saqqızlar. Saqqızlar biraz bahadır. 5 euro. Balaca saqqızlar, məsələn, bunlar 1,5 euro, 2 manat. Artı neçə qəpik. Şokoladlar 9 euro. Məsələn, bunlar 2,3 euro. Burada belə bir kassa var, özünü alırsan. Vurursan kassaya, götürürsən. Belə bir kassa da var, işçi kassası da var. Özür xidmət də var. Kamyon qırır. I'm sorry. Belə bir şeyler var. 3,55 euro. Bu zeytundu, üzümdü, nədir bunlar? 3,85 euro. Böyle bir salat var, 5 euro. Ha, bu bir diğer marketi, bu Targovo. Elə bil ki, Bakının Targovosudur bura. Yəni mərkəzi küçələrində olan mağazinin qiymətləridir. Nədir bunlar? Pendirli nədir? 4 euroya yaxın. Bunlar mən yaman əl çəkmir. Ha, gedib şu dalmayıblar. Yəni belə bir şeyler var. Bunu göstərdik.
Belə bir şokoladlar var. 15 evro. Qarapa şokoladlar hepsi. Belə bir paltarlar var. Pampers. Yox, Pampers deyil var. Qiymətlər məncə aşağı yuxarı hardasa eynidir. Yəni, nəzərə alaq ki, bura biraz bahalı şəhərdir və bahalı yatımlar edirlər.